Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu və salamu ala Rasulillah və ba'd. Üç əsas kitabına davam edirik qardaşlar. Muhammed ibn Abdülvahhab rahimehullahın üç əsas kitabın şərhi. Və biz keçən dərslərdə izah elədik ki, deməli Şeyx rahimehullahın o sözünü ki, buyurdu ki, hər bir müsəlman üzərinə vacibdir. Deməli elm, əməl, dəvət və səbr. Və biz dedik ki, elm nədir? Allah bilmək, Rasulunu və dini dəlillərlə bilməkdir və bu bildiyin şeylərə əməl etməkdir və əməl etdikdən sonra da dəvət etməkdir. Və sonra gəlir ki, bugünkü dərsimizin mövzusu və sonra gəlir ki, Şeyx Rahimullah deyir ki, "Əz-zabi'atu əs-sabru aləl-ədə fih." Və bu dəvət yolunda da, yəni ümumən dəvətdə də nə etmək? Səbr eləmək, əziyyətlərə səbr eləmək. Yaxşı, səbir nədir qardaşlar? Səbir, alimlər deyir ki, lüğətdə əl-mənə' vəl-həbs, mani olmaq və həbs etmək sözündəndir. Yəni, nəfsi həbs etmək. Və bu səbir də, deməli, Şeyx Rahimehullahın bundan əvvəl qeyd etdiyi üç məsələni də əhatə edir. Üç məsələni əhatə edir. Yəni, elm almaqda səbr etmək, əməl etməkdə səbr etmək və dəvətdə səbr etmək. Və bəzən görürsən ki, dəvət edəndə yəni insanın başına bəzi hallarla rastlaşa bilirsən. Və bəzən görürsən ki, deməli, dəvət edərkən, yəni insan elə bilməsin ki, yəni onun dəvətini başqaları yaxşı qarşılayırlar. Yəni elə ki, sənin dəvətin onlara sanki dəvət edirsən, onlar səni elə zənn etmək ki, güllə qarşılayacaqlar. Deyəcəklər, nə yaxşı. Və bəzən görürsən ki, sənin bu yolda, yəni dəvət yolunda kafirlərdən də, münafiqlərdən də, cahillərdən də, səfehlərdən də etiraz edənin mütləq olur dəvət yolunda. Və səbirdən sonra insan hansı ki, bu əziyyətlərə səbr edir və bu səbirdən sonra mütləq yardım gəlir qardaşlar. Və bu yardım ola bilsin ki, bu dünyada gəlsin. Ola bilsin ki, yardım dünyada gəlsin. Bu da nədir? Allah Teala sənin elədiyin bu dəvətə bərəkət verir. Sənin elədiyin bu dəvətə bərəkət verir. Hətta ola bilsin ki, bu səbrin mükafatı öləndən sonra gəlsin. Yəni, insan fikir verin, həyatı boyu dəvət edir Allaha, əziyyətlər çəkir və bu əziyyətlərdən sonra da nədir? Səbr edir. Səbrin mükafatı öldükdən sonra gəlir. Bu da necə olur? Sanki Allah Subhanahu wa Ta'ala insanların qəlbində sənin üçün qəbul qoyur. Və fikir verin, neçə alimlərimiz var ki, onlar neçə əziyyətlər çəkiblər bu dəvət yolunda. Öləndən sonra Allah Subhanahu wa Ta'ala onların həmin elminə bərəkət verib. Yazdıqlarına bərəkət verib. Bu elm yolunda çəkdiyi əziyyətə bərəkət verib. Məsələn, bu günlərim, lakin onlara müxalif olan, onlara əziyyət verənlərin heç biri günümüzə qədər gəlib çatmayıb. Məsələn, Buxari rahimehullah olsun və digər İmam Əhməd, fikir verin. Yəni, Allah Teala onları hətta neçə illər sonra, baxın, 1200 il sonra, 1000 il sonra yenə də Allah Teala hətta qiyamətə qədər o adları dillər əzbərləyibdir. Fikir verirsiniz, yəni bu nəyə görədir? Səbr elədiklərinə görədir, qardaşlar. Ona görə də dəvətdə səbr etmək mütləqdir. İnsanların əziyyətinə səbr etmək mütləqdir. Və bu səbr, yəni əziyyət nəinki fikirləşmə ki, təkcə sənə gəlir. Bu əziyyət hətta rasullara da olunubdur. Bu əziyyət rasulların dəvətində də olubdur. Dedik ki, bu əziyyətlər nəinki insanlara, yəni hətta rasullara da olunubdur, qardaşlar. Yadınızda saxlayın, Allah Teala Furqan surəsinin 31-ci ayəsində buyurur ki, bu dəlilləri qeyd edin inşallah, tamam? Bu dəlilləri qeyd edin, mühümdür. Bax, dəvətdə səbr etmək. Təkcə dəvətçilərə yox, hətta rasullara da gəlibdir bu şey. Allah Teala Furqan surəsi 31-ci ayədə buyurur ki, وَكَذَٰلِكَ جَعَلْنَا لِكُلِّ نَبِيٍّ عَدُوًّا مِنَ الْمُجْرِمِينَ. Yəni, rasullara kimlərdən? Yəni, mücrimlərdən, günahkarlardan da düşmənlər olubdur, qardaşlar.
Və Tövbə surəsi 61-ci ayədə, baxın onlara, Rasullara, həmçinin Muhammed sallallahu aleyhi və səlləmə bu dəvətdə necə əziyyət veriblər. Tövbə surəsi 61-ci ayədə, yəni istər bu əziyyət yəni cismi olsun, istər mənəvi olsun, istər maddi olsun, bu əziyyətlər baş verir. Allah Teala buyurur ki: "Və minhumullezina yu'zunən-nebiyyə və yəqulun huve uzun." Fikir verin. Deyir ki, Allah Teala onlardan elələri var ki, Allahın nəbisinə əziyyət verərək hər eşitdiyi sözə inanan qulaq deyiblər. Allah Rasuluna gör necə əziyyət verirlər. Qulaq deyirdilər Allah Rasuluna sallallahu aleyhi və səlləm. Yəni sözlə əziyyət verirdilər. Bəli. Və fikir verin, Allah Teala bu dini nazil etdikdə, bu Quranı bizə nazil etdikdə bizdən səbr etməyimizi də istəyib. Rasuluna xitaben nə buyurur Allah Teala? Buyurur ki, İnsan surəsi 23-cü ayədə: "İnna nahnu nazzalna aleykel Qur'ana tanzila." Mən sənə, yəni biz sənə Quranı nazil edirik. Və bundan sonra, yaxşı, bir anlıq fikirləşin, Quranın bizə nazil olması nemətdir, elə deyilmi? Yəni Allah Teala bizə nemət olaraq Quranı nazil edib ki, biz doğru yola yönələk. İnsan fikirləşir ki, bundan sonra gözlənilən ayə nə ola bilər? Rəbbinin nemətinə şükür elə. Elə deyilmi? Lakin Allah Teala nə buyurur? Fikir, diqqətli olun. Biz sənə Quranı nazil etdik. Allah Teala sonra buyurur ki: "Fasbir li hukmi rabbika." Fikir verin. Ondan sonra gəldi ki, Rəbbinin hökmünə səbr et. Rəbbinin hökmünə səbr et. Və fikir verin, Allah Resulü sallallahu aleyhi və səlləm qövmü hətta maddi də Allah Rasuluna zərər vurublar. Yəni Taifdə daşlanması, dişinin qırılması və hətta Buxarinin rəvayət etdiyi hədisdə gəlir ki, Allah Rasulü üzündən qanı silib nə deyirdi? Fikir verin, üzündən qanı silib nə deyirdi? Allahümmeğfir li qavmi fe innehum la ya'lemun. Allahım qövmümü bağışla. Onlar bilmirlər. Fikir verin. Yəni ona verilən əziyyətə necə səbr edib Rasulullah sallallahu aleyhi və səlləm. Və həmçinin İbn Məcənin rəvayət etdiyi Abdullah ibn Umar hədisində Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki: "El-mu'minu'l-lezî yuxâlitun-nâse və yasbiru alâ âzâhum a'zamu ecran minel-mu'minil-lezî lâ yuxâlitun-nâse və lâ yasbirun-nâse alâ âzâhum." Allah Resulü buyurur ki, insanlara qarışıb və onların əziyyətlərinə səbr edən mömin əcr baxımından insanlara qarışmayıb, onların əziyyətinə səbr etməyən mömindən daha xeyirlidir, daha əzəmətlidir. Daha əzəmətlidir. Bu da bizə bunu göstərir ki, işarə edir ki, Şeyx Rahiməhullah nədir? İnsanlara dəvət etdiyi zaman səbirli olmalısan. Və elm əhli qeyd edir ki, qardaşlar, bu səbrin də qismləri var. Səbrin qismləri var. Birincisi, Allaha itaətdə səbr etmək. Allaha itaətdə və ibadətdə səbr etmək. Məsələn, namaz qılmaq, gecənin yarısı sübh namazına durursan, bu əslində nəfsin istəmədiyi bir şeydir. Nəfs sənə nə edir? Yat. Lakin Allaha itaətdə səbr edirsən, və bu səbir səni Allaha itaətə yönəldir, asanlaşdırır. Və yaxud da oruç tutmaq, ac qalmaq əziyyət verir insana. Lakin baxırsan ki, insan buna səbr edir. Bu adlanır nə? Allaha itaətdə səbr eləmək. Allaha itaətdə səbr etmək. Və Allah Subhanahu wa Taala buyurur ki, Taha surəsi 132-ci ayədə, bu şeyləri qeyd edin. Tamam? Yəni səbrin qismləri deyəndə deyir ki, 3 qism. Yaxşı, bu 3 qismi hardan götürmüşük biz? Şübhəsiz ki, dəlilsiz bir şey yoxdur, qardaşlar. Allah Teala Taha surəsi 132-ci ayədə Allaha itaətdə səbrin bizə nümunəsini göstərir. Allah Teala buyurur ki: "Va'mur əhləkə bis-salati vəstabir aleyhə." Ailənə namaz qılmağa əmr et və özün də bunun üzərində səbirli ol. Fikir verin. Yəni namazda səbri Allah Teala əmr eləyir. Və ikinci qismi asilikdə səbr etmək. Allaha asilikdə, Allahın haramlarına qarşı səbr etmək. Allahın haramlarına qarşı səbr etmək hətta insana əziyyət versə belə
bu harama qarşı səbr etmək və ondan üz çevirmək. Və Allah Teala Yusuf surəsi 33-cü ayədə buyurur ki, Yusuf surəsi 33-cü ayə. Və fikir verin, elə ki Yusuf aleyhisselama, yəni o qadın o şey təklif eləyəndə, zinanı təklif eləyəndə Yusuf aleyhisselam ya iki seçim qabağındaydı. Ya buna razılıq göstərməli idi, ya da həbs idi. Yusuf aleyhisselam bu harama qarşı səbr elədi. Haramın yəni müqabilində olan şey nə idi? Ona əziyyət verilməsi idi, yəni həbsdir. Və buyurdu ki, Qalə Rabbis sicnu əhabbu iləyyə mimmə yəd'unəni iləyh. Buyurdu ki, ey Rəbbim, şübhəsiz ki, onların məni dəvət etdiyi şeydənsə, yəni həbs mənə daha sevimlidir. Və bu da nədir? Yəni insanın haramlara qarşı səbirli olması. Və üçüncüsü isə Allahın qədərinə səbr etmək, qardaşlar. Allah Taala'nın acı qədərinə səbr etmək. Və hansı ki, qula bəla və yaxud da imtahan olaraq Allah Taala tərəfindən gələ bilir. Və Allah Taala Quran-ı Kərimdə buyurur ki, Bəqara surəsi 155-ci ayədə وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِنَ الْخَوْفِ وَالْجُوعِ وَنَقْصٍ مِنَ الْأَمْوَالِ وَالْأَنْفُسِ وَالثَّمَرَاتِ وَبَشِّرِ الصَّابِرِينَ. Və Allah Taala buyurur ki, nədir? Biz sizi biraz aclıq, biraz qorxu və biraz da nəfs və mal etkisi ilə sınağa çəkirik. Fikir verin, o imtahandır, qədərdir. Və Allah Taala buyurur ki, səbr edənləri müjdələ. Və bu da üçüncü qismə olan dəlildir. Bəli. Deməli, səbrin üç qismi var. Allaha itaətdə səbr etmək, Taha surəsi 132-ci ayə. Asiliklərə qarşı səbr etmək, Yusuf surəsi 33-cü ayə. Və Allahın qədərinə səbr etmək, Bəqara surəsi 155-ci ayə. Və sonra müəllif rahimehullah bu zikr etdiyi 4 şeyə dəlil gətirir, qardaşlar. Yəni hansı ki zikr etmişdik, 4 şey müsəlman üzərinə vacibdir. Elm öyrənmək, öyrəndiyinə əməl etmək, sonra bu öyrəndiyini dəvət etmək və bunun üzərində səbirli olmaq. Və buyurur ki, sonra və bu 4 şeyə dəlil gətirir. Və dəlilu qavluhu Teala. Və bu şeyə Allah Taala'nın dəlili, Allah Taala'nın sözündən dəlil. Vəl asr. İnnel insane lefi xusr illellezine amanu və amilus salihati və tevasav bil haqqi və tevasav bis sabr. Və insan, and olsun əsrə ki, insan ziyan içindədir. Yalnız iman edib salih əməl edənlər və haqqı tövsiyə edib səbri tövsiyə edənlərdən başqa. İndi bunların hamısını bir-bir yəni incələyəcəyik inşallah ki, oradakı ayədən qəsd nədir və bu 4 şey hardan çıxar. Birinci növbədə götürək vəl asr başlanğıcı. Allah Taala əsrə and içir. Və oradakı vavul qasam deyirlər alimlər buna. Yəni and hərfidir. And hərfləri ümumilikdə qardaşlar 3-dür. Vav, bə və tə. Vallahi, billahi və tallahi. Və and içilən şeyin və buradakı vəl asr deyir Allah Taala and içir əsrə və and içilən şeyin nəyə görə and içilən nəyə görə olduğunu, yəni and içilən şeyin əhəmiyyətinə tənbih edir Allah Taala. Yəni nəyə tənbih edir? Deməli nədir? Əsr əzəmətli bir şeydir. Əsr əzəmətli bir şeydir. Və bu əsrin nə olduğuna dair alimlər müxtəlif fikirlər bildirirlər, qardaşlar. Necə ki, Muqatil rahimehullah deyir ki, buradakı əsr nədir? Əsr namazıdır. Həsən el-Basri rahimehullah deyir ki, axşam vaxtı qəsd olunur. Yəni, hansı ki, axşam vaxtı əsrdən sonra başlayır. Və İbn Abbas deyir ki, zaman qəsd olunur burada. Allah Teala aləm, yəni buradakı qəsd olunan şey zamandır. Bəli. Və elm əhli buyurur ki, buradakı əsrə and içmək bir neçə səbəbə görədir, qardaşlar. Onlardan birincisi, çünki dövr və zaman ümumiyyətlə qulun əməlinin məhəllidir. Yəni insan bu əməlləri nə vaxt eləyir? Bu müddətdə, bu zaman içərisində. Ona görə də əzəmətlidir. Və insanın həyatdakı sərmayəsidir, qardaşlar. İnsanın həyatdakı sərmayəsidir.
Onun əhəmiyyətinə görə Allah Teala əsrə and içib. Allah Teala əsrə and içib. Və ikincisi buyurur ki, zaman, vaxt bu öyüd nəsihət mənbəyidir. Məsələn, insan fikirləşir ki, yəni keçmiş qövmlərin başlarına gələnləri, onlardan ibrətləri xatırlamaq üçün diqqət çəkilib. Yəni zamana baxın. Sizdən öncəki ümmətlərin halına baxın. Keçmişə baxın, keçmişə nəzər edin. Tamam. Üçüncüsü isə çünki günlərin və gecələrin ümumən zamanın keçməsindən. Gecələr və gündüzlər nədən ibarətdir qardaşlar? İnsanın həyatında dövr eləyən zamandan ibarətdir. Yəni demək istəyir ki, ey qul, sən zamandan ibarətsən, vaxtlardan ibarətsən. Və mütləq sənin yazılan əcəl səni gəlib tapacaq. Bəli, mütləq səni gələn bu üç məsələ də, yəni alə kulli hal, yəni Allah Teala tənbih eləyir ki, bu şeylərə diqqət eləyək. Yaxşı, bir nəfər soruşsa ki, desə ki, Allah Teala baxın, Quranda məxluquna and içir. Yaxşı, insan üçün niyə, yəni olarmı məsələn biz də məxluqata and içək? Məsələn, deyirsən ki, mənim canıma and olsun ki, anamın canına and olsun ki, və s. bu cür andlar, hansı ki, özlərini müqəddəs bildikləri şeylərə and içməsi. Və Allah Teala yaratdıqlarını and içir Quran-ı Kərimdə qardaşlar. Gecəyə, fəcrə, duhaya, günəşə and içib. Hə? Və diqqət edin, elm əhli buyurur ki, bu and yaratdığının əzəmətini bildirən tənbih andıdır. Allahın andı, and içməsi, bu and yaratdığının əzəmətini bildirən tənbih andıdır. Yəni, diqqət edin, bu şey əzəmətlidir mənasında. Məsələn, Allah Teala deyir ki, vəl-fəcr, fəcrə, yəni sübh çağına and olsun. Və Allah Teala bizə bildirmək istəyir ki, sübh çağının əzəmətli olduğuna diqqət edin. Tamam. Lakin qulun andı belədirmi? Xeyr, qulun andı ibadətdir qardaşlar. Qulun andı təzimdir. O təzim ki, insanı ibadət aparır. Və Allahdan başqasına, biz bilirik ki, Allahdan başqasına ibadət olmaz. Və çünki and içdiyin şeyi insan nə edir? Əzəmətləşdirir. Və bu əzəmətləşdirmə də qulun əzəməti ancaq Allah olmalıdır. Və bunu göstərən başqa naslar da bizim üçün mövcuddur. Hansı ki, Abu Davud və Tirmizinin rivayət etdiyi hədisdə Allah Resulü nə buyurur? Mən hələfə bi qeyrillahi fəqad əşrak. Kim Allahdan qeyrisini and içərsə, artıq Allaha şərik qoşmuş olar. Bəli, ona görə də qul üçün nədir? İcazəli deyil Allahdan qeyrisinə and içməsi. Və buyurur ki, vəl-əsr innəl insənə ləfi xusr. Həqiqətən insan ziyan içərisindədir. Yaxşı, bu da andın cavabıdır qardaşlar. Yəni anddan sonra gələn məsələ. Və buradakı əl-insən, əlifləm, yəni əlifləmlə gəlib, innəl insənə. Və buna deyirlər əl-istiqraq. Yəni bütün insanlar xüsrana qərq olub. Bütün insanlar, burada istisna yoxdur. İstisnanı nə vaxt gətirir? Elə bundan sonra cümlədə. Və bunu təhsil götürsək, bütün insan xüsran içərisindədir. Yaxşı, bunun bir deməli istisnası varmı? Bəli, Allah Teala gətirir. Və buna girməmişdən öncə İbn Qayyim rahimehullahın Mədəricü's Salikin əsərində bir sözünü qeyd edək inşallah. Və buyurur ki, İbn Qayyim rahimehullah, Allah Teala and içir ki, hər kəs ziyandadır. Ancaq elmi qüvvəsini imanla tamamlayan, əməli qüvvəsini də əməllə tamamlayandan başqa, başqalarına haqqı tövsiyə edən və ona səbr edəndən başqa. Belə ki, haqq, iman və əməldir. Bu isə səbr və tövsiyə ilə tamamlanır. Və insana layiq olan budur ki, ömrünün saatlarını, hətta nəfəslərini belə uca məqsədə çatmaq üçün sərf etsin və bununla açıq-aşkar ziyandan xilas olsun. Bu isə ancaq Qurana yönəlmək, açıq-aşkar Qurana yönəlmək, deməli, onu anlamaq
üzərində tədəbbür etmək, təfəkkür etmək, yəni fikirləşmək, həvəslə ona bağlanmaqla mümkündür. Çünki Quran qulların dünya və axirət mənfəətlərinə zamin duran və onları doğru yola yönəldən yeganə vasitədir. İbn Qayyim rahimehullah bu sözü deyir Mədəricüs Səlikin əsərində. Bəli. Yaxşı, Allah Teala buyurdu ki, İnnel insane lefi xusur. Bütün insanlar ziyan içərisindədir. Hə? Yaxşı, bu xusranın səbəbi nədir qardaşlar? El əhli buyurur ki, insan öz həyatının sərmayəsini itirdiyinə görədir. Yəni həyatının mayası. Necə ki, məsələn deyək ki, bir tacir fikirləşin. Əgər malın əsas sərmayəsini itirərsə, xüsran olar. Yəni malın mayası var. Ticarət eləyir. Bu ticarətdə əsas rəsul məl deyirlər də buna. Malın mayasından nəyə görə o malın mayasını ayırır ki, yenidən ticarətini davam edə bilsin deyə. Əgər o tacir malın sərmayəsini, malın rəsul məli mayasını itirsə nə olur? Xüsran olur. Və insanda da ömrünü, həyatını, yəni ömür və həyat bu vaxt sənin sərmayəndir. Rəsul məlindir. Yəni mayandır. Və bunu insan Allaha iman və salih əməl xaricində digər şeylərə sərf etsə, bu insan deyilir ki, sərmayəsini, yəni mayasını itirən tacir kimidir. Əsas sənin o sərmayen nədir? Mayan. Hansı ki, tacirdə necə malın mayası olur, səndə də mayan nədir? Ömründür, həyatındır və vaxtındır. Bunu Allahdan qeyrisinə, imandan və salih əməldən qeyrisinə xərcləsən, sən o demək ki, mayanı məqsəddən qeyrisinə xərcləmirsən və bu xüsran deməkdir, qardaşlar. Və Şeyx Səadi rahimehullah buyurur ki, özünün təfsirində, ziyanın dərəcələri müxtəlifdir, qardaşlar. Bir var mütləq ziyan. Mütləq ziyan insanın mütləq ziyana uğraması nə deməkdir? Baxırsan ki, bəzi insanlar var, Allah Taala'dan afiyət diləyirik, həm dünyası, həm də axirəti xüsran olub. Baxırsan ki, Allah Taala yəni həmin insan dindən uzaqdır. Və həmçinin baxırsan ki, bu insanın nə dünyası var, nə axirəti. Dünyadan da məhrum olub. Dünyadan da məhrum olub, insan zillət içərisində yaşayır və həmçinin axirətdən də məhrumdur, insan dindən uzaqdır. Və bəzən də görürsən ki, yəni nə dünya var, nə axirət. Və bəzən də görürsən ki, insan bəzi cəhətdən ziyana uğrayıb, bəzi cəhətdən yox. Bu da nə deməkdir? Axirət ziyandır, yəni insan dindən uzaqdır. Dünyası isə əlində ola bilər. Yəni dünyası var. Aydındır? İkisi də xüsrandır nəticə etibarilə. Kim axirətdən ziyana uğrayarsa, əsl xüsran budur, qardaşlar. Dünyada sənin malın olmaya bilər, ticarətin olmaya bilər, evin, maşının olmaya bilər. Bu ziyan deyil. Bunda bir qəbahət yoxdur. Əsl ziyan, əsl bədbəxtlik axirətini itirən insandır, qardaşlar. Allah qorusun. Bəli. Və sonra buyurur ki, Şeyx Səadi rahimehullah, lakin 4 sinif istisnadır. İman edən, salih əməl edən, haqqı tövsiyə edən və səbri tövsiyə edəndən başqa. Və ilk şeylə insan özünü kamil eləyir, sonrası 2 şeylə başqasını kamil eləyir. Yəni iman və salih əməl etməklə insan özünü kamilləşdirir və haqqı tövsiyə edib, səbri tövsiyə etməklə də başqasını kamilləşdirir. Allah Teala buyurdu ki, "Vəl asr, innel insane lefi xusr." Həqiqətən insan ziyan içindədir. Və sonra istisnaları gətirir. Bunlardan deməli insanın xüsran olan, ziyana uğrayan insanlardan istisna olanlar var. Birincisi, illellezine amenu. İman edənlər. Yəni nə? Allaha iman edən. Uluhiyyəti ilə, rububiyyəti ilə, isim və sifəti ilə Allaha iman edən. Və bu da nəyə dəlalət edir, qardaşlar? Fikir verin. Müəllif rahimehullah
bu dəlili nəyə gətirdi? O 4 şeyi sadalaqdan sonra gətirdi. Elm, əməl, dəvət, səbr. Hə? Buradakı illellezine amenu nəyə dəlalət edir? Elmə. Yəni çünki nədir? İman etiqadla olur. Etiqad isə ancaq elmlə olur qardaşlar. İllellezine amenu ancaq iman edənlərdən başqa, yəni iman edənlər xüsrana uğramayacaq və bu iman da elmlə olur. Bu da elmə dəlalət edir. Müəllif rahimehullahın sözünə görə. Çünki iman elmsiz olmur. Və sonra buyurur ki, və amilus salihat və salih əməl edənlərdən başqa. Bu da ikinci məsələyə daxildir. Yəni əməl. Elm, əməl, dəvət, səbr. Əməl. Və amilus salihat. Və bu əməlin də bilirsiniz ki, qəbul olma şərti 2-dir. İxlas və tabiçilik. Yəni ixlaslı olmalısan əməldə, Allah üçün eləməlisən və Allah Rasulunun şəriətinə müvafiq olmalıdır. İndi burada bir məsələni qeyd edək və diqqətli olun. Burada bir məsələni qeyd edəcək və diqqətli olun. Yazılası şeyləri yazın inşallah. Baxın. İman nədir qardaşlar? İmanın tərifi nədir? İman təsdiqun bil qalb. Qəlbin təsdiqidir. Qavlun bil lisan. Dilin sözüdür. Və amelun bir cəvarih. Və əza əməlidir. Və bilirsiniz ki, tarixdə əməli imandan saymayan bir tayfa olub. Və bunu niyə görə qeyd edirəm? Çünki bu Əsr surəsindəki illellezine amenu və amilus salihat ayəsini, bu hissəsinin dəlil gətirərək əməlin imandan olmadığını deyənlər olub. Və bunlardan ilk dəfə kim deyib? Həmməd bin Əbu Süleyman Əl-Bəğdadi. Əbu Hanifə rahimehullahın müəllimi. Bu ayəni dəlil gətirir. Fikir verin. Və nəyə görə dəlil gətirir? Bunu da deyəcəm inşallah. Lakin bu qeyd etdiyim məsələ xətadır. Çünki əhl-i sünnə nəyi deyib? Əhl-i sünnəyə görə iman qəlbin təsdiqidir, dilin sözü və əməllərdir. Və əməllər imandandır, qardaşlar. Və bunu ilk dəfə deyən, dedik ki, Həmməd bin Əbu Süleyman Əl-Bəğdadi olub. Və Əbu Hanifə rahimehullah da ondan təsirlənib. Lakin bunların gətirdikləri dəlillərdən biri də dedik ki, elə bu ayədir. Əsr surəsində. Niyə görə? Hansı cəhətdən gətiriblər? Deyiblər ki, Allah Taala imanla əməli ayırıb. Nəylə ayırıb? İllellezine amenu və amilus salihat. Və amilus salihat. Vavla ayırıb. Fikir verin. Vavla ayırıb. İndi buna cavab verəcək inşallah. Məsələn, deyirsən ki, mən və Əhməd gəldik. Buradakı vav nədir? Yəni, mənlə Əhmədin ayrı-ayrı şey olduğunu isbat edir. Hə? Və ümumi bir qaydanı bura misal gətiriblər ki, qayda nə edir? Əl-aslu fil-atfi müğayərə. Yəni, atf, yəni bağlayıcıda, burada vav hərfi ilə bağlayıcıdır da bu. Hə? Vavul atf deyirlər buna. Bağlayıcı vav hərfi. Və deyirlər ki, əl-aslu fil-atf müğayərə. Atfda, yəni bu bağlayıcılarda əsl olan bir şeyi digərindən ayırmaqdır. Yəni demək istəyirlər ki, Allah Taala deyir ki, iman edib və salih əməl edənlər, yəni imanla əməl başqa-başqa şeylərdir. Bir şey deyirlər. Yəni o deməkdir ki, əməl imandan deyil. Bunu gətiriblər. Yaxşı. İndi baxın. Dedi ki, əhl-i sünnə deyib ki, bu fikir xatadır və biz deyirik ki, əhl-i sünnə deyir ki, əməl imandandır. Çünki əgər bunu ayırsan, bu söz murciyaların sözdür, qardaşlar. Əməli imandan görməmək. Biz bu qayda ilə razılaşırıq. Hansı ki, qayda zikr etdilər ki, əl-əslu fil-atfi müğayərə. Yəni, atfda əsl olan ayırmaqdır. Bu qayda ilə razılaşırıq. Lakin bu qayda hər zaman keçərli deyil, qardaşlar. Və bunu yadınızda saxlayın.
İndi bunların hamısının isbatını gətirəcəyik inşallah. Niyə görə? Bağlayıcı hər zaman bir məsələnin, yəni atfın özündən qabaq və sonraki məsələnin ayrı-ayrı şey olduğuna və bir mənaya dəlalət etmədiyinə dəlalət etmir. Yəni həmişə bu qayda keçərli deyil. Məsələn, Allah bir şeyi ayırırsa, o ayrı mənaya gəlmir hər zaman. Misal verək, başa düşürsün inşallah. Bax, bu müxalif deyir ki, müxalif tərəf deyir ki, Allah Teala burada imanla əməli vavla ayırdı. Deməli, iman başqa şeydir, əməl başqa şey və bir-birindən deyirlər. İndi baxaq görək bu qayda digər ayələrdə keçərlidirmi? Allah Teala Bəqərə surəsinin 98-ci ayəsində buyurur: "Men kana aduwwan lillahi ve melaikatihi ve rusulihi ve Cibril ve Mikal. Fe innallaha aduwwun lil kafirin." Allah Teala buyurur ki, kim Allah'a ve mələyinə, mələklərinə ve rasullarına ve Cibril'e ve Mikal'e düşmənçilik ederse, Allah Teala nədir? Kafirlərlə düşmən deyir. Fikir verin, burada Allah Teala ayədə vav bağlayıcısı ilə bağladı. Kim Allahla və mələkləri ilə və rasulları ilə və Cibril və Mikal. Yaxşı, burada sual verilsə ki, deyirsən ki, bu qaydanı gəlin bura tətbiq eləyək. Deyir ki, al-aslu fil atf müğayirə. Yəni, atfda əsl olan ayrı-ayrı şeylərdir. Yəni, bu onun cinsindən deyil deməkdir. Tamam, necə ki, əməllə imanı ayırdı. İndi sual ortaya çıxır ki, Allah Teala deyir ki, kim mələklərinə düşmənçilik edərsə və sonra bu mələklərdən Cibril və Mikalı ayırdı. Yaxşı, indi burada sual ortaya çıxır ki, Cibril və Mikail mələklərdən deyilmi? Sizin bu qaydanıza əsası. Fikir verin. Deməli nədir? Bu qayda hər zaman tətbiq olunmur. Və təfsirdə mühüm bir qayda var, qardaşlar. Kim, yəni bu dərs əsasında yaza bilməsi çatdırıb, dərsdən sonra səsi dinləyib yazsın. Təfsirdə mühüm bir qayda var. Buyurur ki, yu'tafu şey'i aləş-şey li əhəmmiyyətihi. Bir şeyə əhəmiyyəti səbəbi ilə bağlanır. Bir şeyə əhəmiyyəti səbəbi ilə bağlanır. Yəni, həmişə ayrılıq demək deyil, əhəmiyyət səbəbi ilə Allah Teala ayırıbdır, vav bağlayıcısına. Bax, məsələn, Allah Teala Cibril və Mikaili mələklərdən ayırdı. Baxmayaraq ki, eyni cinsdə, yəni mələkdirlər. Lakin Allah niyə ayırdı burada? Elə bu təfsirin mühüm bir qaydasına görə, əhəmiyyətinə görə. Çünki bizdən qabaqki qövmlərin, hətta bizim dövrümüzdə yaşadığımız bəzi insanlardan da Cəbrail aleyhisselamə və Mikail aleyhisselamə nədir? Xüsusi, özəl bir düşmənçilikləri var idi, qardaşlar. Allah Teala bizə bunu neynədi? Əhəmiyyətindən dolayı ayırdı. Və eyni qayda buradakı illellezine amenu və amilus salihat ayırması da əhəmiyyətindən dolayıdır, qardaşlar. Yaxşı, bir-birindən ayırıb üzərində batil, bidət bir qaydanı qurmağa görə yox. Çünki əməl imandandır. Aydındır. Və bunun dəlilini də zikr edəcəm inşallah. Və günümüzdə hansı, məsələn, fikir verin, bəzi rafizlər nə deyirlər? Bəziləri nə deyirlər? Yəni, bu hamısı deməyib bu sözü, çünki hamısı desək, bu zülm olur. Bəzi qədim alimlərin də iqrar etdiyi bir məsələ var. Deyir ki, Cəbrail aleyhisselam əslində Əli radiyallahu anhuya gəlməli idi. Və xəta eləyib Muhammedə gəldi sallallahu aleyhi və sələmə. Yəni, vəhyi ona indirdi. Fikir verin. Yəni, bu nədir? Bu, Cəbrail aleyhisselamın düşmənçilikdir, qardaşlar. Və Allah Teala buyurur ki, mən kənə aduvvən lillahi və mələikəti və rusulihi və Cibrilə və Mikalə fə innəllaha aduvvən lil kafirin.
Deməli, burada nə oldu? Əhəmiyyətə görə. Təfsirdə bir qayda, yu'tafu şey'i alə şey'i əhəmiyyətihi. Tamam. Və başqa bir misal. Allah Teala buyurur ki, Quran-ı Kərimdə, Hafizu aləs-salavati vəs-salatul-vusta. Namazlarınızı qoruyun və orta namazı. Burada Allah Teala bu orta namazı vavla bağladı. Namazlara bağladı. Əs-salavat vəs-salatul-vusta. Vəs-salatul-vustadan, yəni alimlər bəzi ixtilaflar zikr edirlər ki, bu əsr namazıdır və yaxud da bəziləri deyib cümə namazıdır, bəziləri deyib vitir namazıdır, bəziləri deyib sübh namazıdır və s. Bu bizim mövzumuz deyil. Bizim mövzumuz, baxın, Allah Teala zikr edir ki, namazları qoruyun və orta namazı. İndi burada bir sual çıxır. Yaxşı, siz dediniz ki, əl-aslu fil-atfi müğayərə. Əsl olan nədir? Atıfda, bağlayıcıda, bu vavda nədir? Ayırmaqdır. İndi burada yenə sual ortaya çıxır ki, qardaşım, buna tətbiq elə ayə. Əgər ayırsaq, yəni orta namaz namazlardan deyilmi? Cavab odur ki, bəli, orta namaz namazlardandır. Və burada da təfsirin bir qaydasını yenə də zikr edirik ki, yu'tafu şey'i alə şey'i əhəmiyyətihi. Və burada da orta namaz atf olundu nəyə? Namazlara. Niyə görə? Orta namazın əzəmiyyətinə görə. Tamam. Yəni azimdir, əzəmətlidir. Orta namaza xüsusi diqqət yetirib Allah Teala. Bəli. Və həmçinin başqa ayədə yenə Allah Teala buyurur ki, Tənəzzəlul mələikətu və ruh. Mələklər və ruh enir. Bu ruhdan qəsd nədir? Cəbrail əleyhissalamdır. Və Cəbrail mələklərdən deyilmi? Sadəcə buradakı Cəbrail məsələnin əzəmiyyətinə və əhəmiyyətinə görə vav bağlacısı ilə ayrılıbdır. Və yaxud da ki, vav bağlacısına bağlanıbdır. Və qardaşlar, bu məsələyə cavab verdikdən sonra bununla kifayətlənmirik. Yaxşı, dedik ki, bu şübhələrə cavab verdik. Və bundan sonra da və burada bu məsələni bununla cavablandırsaq, çünki burada məsələ muhtəməldir, ola bilər. Lakin bunu biz hardan bilirik ki, bu daha da şiddətli təkid eləməkdən ötürü ki, əməllər imandandır. Məsələn, imanın şöbələri hədisi. İmanın şöbələri hədisində Allah Rasulullah buyurur, İman 69 və ya 70 və bir neçə şöbədən ibarətdir. Və bunlardan ə'lə la ilahe illallah, qavlu la ilahe illallah, la ilahe illallah demək ən üstünü və deməli ədnəhə imətətul ədə anit tariq və bunun ən aşağısı yoldan əziyyət verən şeyi götürmək. Fikir verin, hədis açıq-aşkar dəlalət eləyir ki, yoldan əziyyət verən şeyi götürmək imanın ən aşağı nə idi? Pilləsidir. Deməli nədir qardaşlar? Əməl imandandır. Və həmçinin Allah Teala baxın, Bəqara surəsi 143-cü ayədə buyurur ki: "Və mə kənəllahu liyudi'a imanəkum." Hansı ki, o qiblə dəyişdikdən sonra sahabelərdən bəziləri narahat olmuşlar, ölüb gedən qardaşlar, yəni vəfat edən sahabelər üçün. Yəni çünki onları narahat edirdi ki, onların yəni qıldıqları namaz necə olacaq? Bu qibləyə tərəf Məscidül Harama qılmayıblar, Kəbəyə tərəf qılmayıblar, Məscidül Aqsaya qılıblar. Hə? Və Allah Teala fikir verin. Namaz haqqında nə edirlər? Narahat olurlar. Allah Teala o namaza nə ilə cavab verir? Və mə kənəllahu liyudi'a imanəkum. Allah sizin imanınızı zayi etməz. Namaza Allah iman dedi. Ən böyük dəlillərdən biridir. Deməli nədir qardaşlar? Əməl imandandır. Və həmçinin burada illellezine amanu və amilus salihat deyəndə bir qayda diqqət çəkir, hansı ki, izə ictəma'a iftəraqa və izə iftəraqa ictəma'a. Yəni bir şey birlikdə gəlsə ayırır, ayrı gəlsə birləşir. Məsələn, Allah Teala fikir verin, burada imanla salih əməli deməli bir yerdə gətiribdir. Və elm əhli buyurur ki, burada iman, necə ki imanla İslam bir gələndə də belədir. Aydındır.
Miskinlə fəqir bir gələndə də belədir. Məsələn, bir ayədə zikr edir ki, miskin, fəqirlər və miskinlər. Və yaxud da zikr edir ki, iman edib salih əməl edənlər. Buradakı iman qəlb əməllərinə dəlalət edir, salih əməllər də zahiri əməllərə dəlalət edir, qardaşlar. Tamam? Bəli. Yaxşı, illellezine amenu və amilus salihat. Bunu izah elədik. Ki, iman edib salih əməl edənlərdən başqa hər kəs ziyan içərisindədir. Və sonra davamı var. Və təvasav bil haqq. Səbri, haqqı tövsiyə edənlər. Və buradakı və təvasav deməli təfəalə vəznində gəlib. Təfəalə vəznində gəlib. Yəni buradakı nə deməkdir? Qarşılıqlı tövsiyə mənasındadır. Yəni bir-birinə haqqı tövsiyə edənlərdən başqa. Və bu da qardaşlar, üç məsələni, yəni dəvətə dəlildir. Dəvətə dəlildir. Üçüncü məsələ. Dedi ki, elm, əməl, dəvət, səbir. Haqqı tövsiyə etmək dəvətdir, qardaşlar. Tamam. Şeyx Rahiməhullahın zikr etdiyi əd-dəvətu ileyhiyə səbirdir. Və təvasav deməli dəlildir. Və təvasav bil haqq. Haqqı tövsiyə etmək. Və haqqı tövsiyə etmək elm əhli buyurur ki, 4 məsələdə olur, qardaşlar. Yəni haqqı tövsiyə nə deməkdir? Yəni birincisi tövhid və əqidəni tövsiyə etmək, ikincisi ibadət məsələlərini tövsiyə etmək, üçüncüsü muamələt məsələlərini tövsiyə etmək. Muamələt məsələləri bunun içərisində gedir alqı, satqı və digər məsələlər. Dördüncüsü isə əxlaqı tövsiyə etmək. Bu 4 məsələni, yəni tövsiyə etmək, bu 4 haqqı tövsiyə bu 4 məsələdə olur. Və sonra buyurur ki, və təvasav bis sabr. Və sonra səbri tövsiyə etmək. Bu isə 4-cü məsələyə Şeyx Rahiməhullahın dediyi və sabru aləl ədə fih. 4-cü məsələyə, yəni səbrə dəlildir. Və təvasav bis sabr. Və bu səbir də 3 şeyə, yəni itaətə səbir, haramlara və Allah Taala'nın qədərinə səbirdir, qardaşlar. Səbir ümumən, qardaşlar, nəfslə mücadilədir. Və İbn Qayyim Rahiməhullah Zadul Ma'addə buyurur ki, nəfslə cihaddır bu. İnsanın səbr etməsi. Və bu nəfsi cihadın 4 mərtəbəsini zikr edir. Birincisi, dini öyrənməkdə səbr etmək. Və bu mühümdür, qardaşlar. Dini öyrənməkdə insan səbr etməlidir. Bəzən insan görürsən ki, müəyyən bir yol qət eləyir, dini öyrənməyə çalışır. Və sonra bu yolda səbir görəndə, əziyyət görəndə bu yoldan geri qayıdır. Baxırsan ki, bir neçə gün dərslərə qoşulur, yazır, pozur və baxırsan ki, həvəslidir. Bir neçə gündən sonra qarşısına bir nəsə bir, yəni əziyyət verən bir şey və əziyyət, yəni burada elmi cəhətdən deyirəm. Nəsə bir şeylə rastlaşdıqda, çətin olan bir şeylə rastlaşdıqda Allah üçün buna səbr eləyə bilmir. Baxırsan ayrılır. Dərslərə qoşulmur, dərslərdən ayrılır və başqa şeylər axtarır. Asan olan bir şeylər. Yadınızda saxlayın, qardaşlar. Elm tələb etmək çətindir. Niyə görə deyirəm? Elm tələb etmək çətindir, qardaşlar. Ona görə ki, bu Allahın dinidir. Allah Teala buyurur ki, İnna sanulqi alayka qawlan thaqila. Biz sənə ağır kəlmələr indirmişik və indirəcəyik. Və fikir verin, bu din, bu əhkamlar, bu şeylər, bunlar ağırdır, qardaşlar, ağır məsələlərdir. Mütləq şəkildə elm tələb edəndə insan vallahi səbirli olmalıdır. Elmə davamlı olmalıdır. Bəzən bu bizə yüngül məsələ gəlir. Vallahi belə deyil. Yüngül deyil məsələ. Yüngül deyil məsələ. Baxın, alimlər elmdən dala qayıd, geri qayıdan insanları haram deyiblər buna. Yəni bir insan elmə başlayır və sonra yarımçıq olursa bu haramdır, qardaşlar. Niyə görə? Nəyə bənzədiblər? İnsan cihada çıxıb geri qayıtması nədir? Haramdır. Olmaz. Və insanı günah olaraq kifayət eləyir və elm də buna bənzədiblər, qiyas ediblər. Elm də nəfslə olan cihaddır. Və elmdən geri qayıtmaq, bir-iki çətinlik görən kimi bugün həvəsli idim, sabah həvəsdən
düşdüm. Elm ibadətdir. İnsan ibadətdən, həvəsdən düşərmi, qardaş? Ona görə ölənə qədər elm tələb eləmək lazımdır. Ola bilər sənə dərslər çətin gəlsin, asan olanı seç. Ola bilər ki, sən dərsdən 2 fayda götürə bilərsən, o 2 faydanı yaz. Məsələn, elə şeylər zikr olunur ki, onlar sənin yadında qalmır. Yadında qalanı yaz, qardaş. Amma yenə də özünlə, nəfsinlə cihad elə. Səbr elə bu yolda. Bu yolda səbr elə. Və ikincisini qeyd edir ki, elmdən sonra əməl etməkdə səbr etmək. Yəni, nəfslə cihad etmək. İbn Qayyim rahimehullah. Çünki elm öyrənəndən sonra insanın ona əməl etməsindən ötürü nə lazımdır? Nəfslə cihad eləmək lazımdır. Nəfslə cihad eləmək lazımdır. Və sonra üçüncüsü, öyrətməkdə səbr etmək. Başqasına öyrədirsən, səbirli ol. İnsana çalışma ki, bütün məlumatı birdən-birə yükləyəsən. Bəzən görsən ki, müəllim dərsdə bütün dinin bütün məsələlərini istəyir ki, elə qarşısında olan tələbə bir günə alim olsun. Elə şey olmur, qardaş. Səbirli olmaq lazımdır. Yavaş-yavaş, Rabbani olmaq lazımdır. Qarşısındakı insanın halını bilmək lazımdır. Ona görə, məsələn, belə deyək də, bugün elmin pillələri var. Əqidənin pillələri var. Alimlər əqidələrə, məsələn, əqidə dərslərinə yüngül kitablarla başlayır. Ondan sonra tədricən ağırlaşır. Hə? Və insan da bu cür olmalıdır. Müəllim, əgər sən öyrədirsənsə, öyrətdiyin insanlara sıradan şeylərlə öyrətməyə başlamaq lazımdır. Məsələn, gəlirsən ki, yeni İslama gəlmiş adama nə öyrətmək lazımdır? Və insan təzə başlayıb namaz qılmağa, sən gəlib elə tövhidin 3 növü onun dəlillərinin əzbər etməklə başlayırsan. Qardaş, belə olmaz. İnsana birinci başlamaq lazımdır, Rabbani olmaq lazımdır. İnsana başla birinci ana haqlarından başla, namazın əhəmiyyətindən başla, valideyn haqları, qonşu haqları, belə şeylərdən başla ki, o insanın qəlbində bu İslamın nə olduğu formalaşsın. Ondan sonra digər məsələlərə keçid alarsan. Və bu şeylərdə səbr eləmək lazımdır. Dördüncüsü isə insanların, əgər dəvət edirsən ki, onların əziyyətinə səbr eləmək lazımdır. Və bəzən görsən ki, bəzi insanlar azacıq əziyyət görən kimi, yəni dəvət eləyir Allaha, azacıq əziyyət görən kimi sabitliyini itirir. Qıraqdan əziyyət görən kimi o saat qaçır, yəni bidətçi olur. Subhanallah. Baxın, ümmətin imamları, yəni nə qədər əziyyət görməkdə bizim üçün qudvə olublar, nümunə olublar, qardaşlar. Nümunə olublar. İmam Əhməd rahimehullah'a götürün. İmam Əhməd Xalqul Quran fitnəsində, yəni Quran məxluqdur fitnəsində nə qədər əziyyət çəkib, subhanallah. Bir dəfə qalxıb hakimə qarşı başqa bir yəni insanlarda nifrət oyadacaq mənfi bir söz işlətməyib. Ümmətin imamı idi. İstəsə bunu eləyə bilərdi. Lakin sabitliyini Allah Taala'nın izni ilə qorudu. Bu günləri bəzi insanlara bircə damcı dəvətdə biraz əziyyət olan kimi o saat mənhəcini dəyişir. Harda qaldı və sənin səbrin? Harda qaldı əziyyətlərə səbr etmək? Ona görə də deməli Şeyx İbn Qayyim rahimehullah buyurur ki, bu şeyi insan 4 şeyi əgər tamamlayarsa Rabbanilərdən olar. Yəni Rabbani öyrədənlərdən, dəvətçidən, insanlardan olur. Və sonra Şeyx rahimehullah, deməli bu ayədən biz 4 şey çıxartdıq, qardaşlar. Şeyx rahimehullah dedi ki, müəllif rahimehullah, el-ilm vəl-əməl vəd-də'və vəs-səbr. Elm, əməl, dəvət, səbr. Sonra da dəlil gətirdi ki, Allah Teala Əsr surəsini and olsun əsrə, həqiqətən insan ziyan içindədir. Ancaq salih əməl edib, iman edib, salih əməl edənlər haqqı tövsiyə edib və səbri tövsiyə edənlərdən başqa. Yəni bu 4 dənə şeyin dəlili, birincisi elm. İllellezine amanu, yəni iman edənlər, çünki iman ancaq elmlə olur. Və amilus salihat, və salih əməl edənlər əmələ dəlildir. Və təvasav bil haqqi, dəvətə dəlildir. Haqqı tövsiyə edənlər. Və təvasav bil sabr, səbrə tövsiyə edənlər. Bu da əs-sabru aləl ədəfi, və bu yolda səbrə dəlildir. Və sonra deməli müəllif rahimehullah İmam Şafinin sözünü zikr edir və bunu da inşallah növbəti dərsdə götürəcəyik.
Və İmam Şafi rahimehullah haqqında qısa məlumat verim qardaşlar. İmam Şafi rahimehullah Muhammed bin İdris Əş-Şafii. Muhammed bin İdris Əş-Şafii. Allah ona rəhmət eləsin. Və İmam Abu Hanifə vəfat edən ildə doğulub. Yəni Hicri 150-ci ildə. Tamam? 150-ci ildə. İmam Abu Hanifə 150-də vəfat edib və eyni ildə də İmam Şafi rahimehullah dünyaya gəlib. Ona görə deyirlər ki, mətə imam və vulidə imam. İmam vəfat etdi və imam doğuldu. Çünki ikisi də ümmətin imamlarındandır. Allah onlara rəhmət eləsin. Və həmçinin 204-cü ildə 54 yaşında vəfat edib Şeyx deməli İmam Şafi rahimehullah. Elə həmin ildə də Muslim ibn Həccac, yəni bizim tanıdığımız İmam Muslim rahimehullah doğulubdu. Yenə də mətə imam və vulidə imam. İmam vəfat edib və imam doğulub. Və İmam Şafi rahimehullah onun müəllimi, şeyxi İmam Məlik olub. İmam Məlik və İmam Şafinin tələbəsi də İmam Əhməd olub. Allah hamısına rəhmət eləsin. Fikir verin, şeyxi imam, tələbəsi imam. Zəlikə fadlullah yu'tihi mən yeşə. Bu Allahın fəzilətidir, istədiyinə verir. Və Siyar A'lamun Nubələdə və Təbəqatul Fuqahada buna nə deyirlər? Deməli, silsilə-i Zəhəbiyyə deyirlər, qardaşlar. Yəni, bu rəvayətə. Yəni, Əhməd an Şafi an Məlik. Əhməd Şafidən, o da Məlikdən rəvayət etdi. Və buna silsilə-i Zəhəbiyyə deyirlər. Və doğrusunu Allah bilir, bu günlük bundan kifayətlənək. Velhamdülillahi Rabbil alemin.